Başlayaq. Başlayaq. Deməli, uşaqlar, dəyişən cərəyan nədir? Əslində biz sabit cərəyan keçmişdik. Yadınıza gəlsin, sabit cərəyanda i bərabərdir 2 bölü t düsturuna görə demişdik ki, i t'dən asılı deyil. Amma dəyişən cərəyanda isə cərəyan dəyişəcək zamandan asılı olaraq. Dəyişən cərəyanı alırlar dəyişən cərəyan generatorları vasitəsilə və bu iki hissədən ibarətdir. Generator, rotor və stator. Buraya belə nə almaq? Biri tərpənən, biri tərpənməz hissəsidir. Dəyişən cərəyan nədir uşaqlar? Bizim evdə istifadə etdiyimiz cərəyandır. Məsələn, sabit cərəyan olur ki, biz onu depolayıb, sonra istifadə edə bilirik. Məsələn, batareyalar və powerbanklar, bunlar dəyişən cərəyandır. Sabit cərəyandır, kondensator kimi toplayırlar cərəyanı və sonradan istifadə edir. Onlarda nə olur? Məsələn, kurtun batareya sıxılməsi taplasına işləməyəcək, elə deyil. Çünki onun müsbət mənfisi var. Amma rozetkaya topu taxanda, məsələn, adaptör taxanda baxırsınız arasında, yox. Necə gəldi taxdınız, gördünüz ki, işləyir. Həmişə sabit cərəyanda müsbət və mənfi qütblər olur. Dəyişən cərəyanda isə uşaqlar bunu belə işarə edirlər. Belə. Yəni, bu müsbət və mənfi daim yerini dəyişir. Başa düşürüz? Yəni, dəyişən cərəyan budur. Bizim istifadə etdiyimiz evdə dəyişən cərəyandır və evlər istifadə olunan bu bərabərdir 220 voltdur. Əslində cərəyan, bax, bu işığa baxanda, əslində işıq, cərəyan biz 50 dəfə öz yanıb sönür. Sadəcə biz bunu görmürük. Çünki bizim gözümüzün dəyişməsi, yəni 20-25 dəfə dəyişməni müşahidə edir. Sadəcə bir dəqiqədə bu 50 dəfə yanıb sönür. Bunu bəlkə biz harada müşahidə edə bilərsiniz. İşıqlı yerdə telefonu çox, belə deyim, zəif sürətlə nə çəkim deyirlər ona, yavaşlatma çəkim. Və onunla çəksiniz, orada görürsünüz ki, maraqatlayırsan ki, lampiçka var. Əslində o sönüb yanır. Sadəcə bizim gözümüz onu tuta bilmir. Başa düşür? Yəni 50 dəfə yanıb, 50 dəfə sönür bu şəkildə. Sonra uşaqlar, burada maqnit serindən danışacaq. Fi bərabərdir BS. Bu finin üstüdür. Məsələn, BS kursunuz omega t yazaq buna. Biz bilirdik ki, burada fiyem yazsaq maksimal qiyməti BS omegadır. Epsilon M isə bunun törəməsi olacaq. Daha doğrusu bu BS-dir, N sayda da ola bilər, BS-in yazarım. Epsilon M isə BS omegadır. Burada yazıram BS 2 bölü T, BS 2 pi nü. Bu şəkildə yaza bilərəm epsilon maksimal qiyməti. Məsələn, fini mənə verirsəm, kosinüsoidal verir, deyil mi? Kosinüsoidaldır. Fi kosinüsoidaldırsa, epsilon biz bilirdik axı finin törəməsidir, fi bölü t, mənfi bölü mənfi t. Onda epsilonun t'dən olacaq, nə? Kosinüsun törəməsi nə idi? Sinusda kosinüs, kosinüsdə mənfi sinus. Bax, bu şəkildə olacaq. Bizə qrafik verəcək, deyəcək ki, burada finin maksimalı və yaxud epsilonun və yaxud i'nin minimalını. Yadda saxlayın ki, bunlar x fazalıdır. Fi maksimum olanda epsilon isə minimum olur. Bu qiymətdir. Deməli, bunlar nədir? X fazalı kəmiyyətlərdir. Yaxşı. Daha sonra dəyişən cərəyanı gərginliyi artırıb azaltmaq üçün transformatorlardan istifadə edirlər. Transformator iki cür olur. Transformator. İki hissədən ibarət olur, iki cür olur daha doğrusu. Alçaldıcı və yüksəldici. Yüksəldici. Alçaldıcı nədir uşaqlar? Gərginliyi azaldır. Burada ideal transformator olar. İdeal transformator. Burada P1 P2'ye bərabər olur. Yəni gücləri, tezlikləri, periodları bərabər olur. Onda belə yazarım. P-nin üstürü I-udur da. I1 U1, I2 U2'yə bərabər. Yaxşı uşaqlar. Burada bir də transformasiya əmsalı var K. Transformasiya əmsalı. K bərabərdir U1 böl U2. Epsilon 1 böl epsilon 2. N1 böl N2. Sadəcə I2 böl I1. Niyə I2 böl I1 oldu? I ilə bunun yan-yana da, yan-yana olan kəmiklərimiz bir-birinə bölündə tərs mütənasib olur. Bu belə, bunun vahidi yoxdur, adsız kəmiyyətdir. Bəs bu alçaldıcı yüksəldici, alçaldıcı transformatorda K 1-dən böyük olur, yüksəldicisi 1-dən kiçik olur. Uşaq görə
K birdən kiçiksə 100% bu alçaldıcı. Xeyr, niyə bəs elədir? Gəlin baxaq, K-nın üstürü nədir? U1 böl U2. Elə deyil. Bizdə yüksəldici nədir? Böyük olana keçsində, elə deyil. Məsələn, bu 4-dür, bu 2-dir. Necə elədik? 2-də 1. Birdən kiçik oldu mu? Oldu. Deməli, yüksəldici transformatorda yüksəldici nə olur? K birdən kiçik olur, U2 böldü U1-dən, N2 böldü N1-dən, sadəcə I1 böldü I2-də. Yəni, yüksəlici transformatorda gərginliyi artır, amma cərəyan şiddəti nə edir? Azalır. Anladıq mı? Amma periodla tezlik isə dəyişmir uşaqlar. İndi gəl alçaldıcıya baxaq, bu yüksəldicidir. Alçaldıcı. Alçaldıcı nədir? Getdiyi balaca olur. Elə deyil. K bərabərdir. Məsələn, 4 böl 2. Neynədir 2? Birdən böyük oldu mu? Oldu. K əgər deməli birdən böyüksə bu alçaldıcıdır. Onda U1 böldü U2-dən, N1 böldü N2-dən, I2 isə böyükdür I1-dən. Anladıq mı? Tamam. Bu da belə. Burada yenə periodla tezliyimiz dəyişməyəcək. Transformatorlarda dediyimizə görə burada nəyə gələk? Dəyişən cərəyanda. Gəlin şey deyək. Nədir bunun adı? Quran qoşsun. Çəkirsiz, ehtiyac yoxdur. Çək sonra silim, keçəcək şeylərə.